Mən də bütün şəhid ailərini salamlayıram. Onların qarşısında baş əyirəm, əllərindən öpürəm. Həqiqətən də onlar övladları kimi qəhrəman valideynlərdir. Onlar onlara tərbiyəsini verib, yəni ki, o qəhrəmanlığa yüksəldilər. Və bu günləri həqiqətən də onlar gözəl bir iş gördülər, bu günləri sağ olsunlar. Bir Vüsal qardaşımızın doğum günüdür. Mən də bütün təbriklərə qoşuram Vüsal. Səni təbrik edirəm. Allah sənə can sağlığı versin, uzun ömür versin. O gün olsun övladları toyuna yetişər inşallah. Hamılıqda, bundan da yüksək. Həqiqətən də sən qəhrəman olursun. Elə hökmən deyirəm, döyüşdə qəhrəman olasan. Yəni ki, bizim qəhrəmanlarımızı tanıdan sənsən. Yəni biz birinci Qarabağ müharibəsi iştirakçılarıyıq, o günləri görmüşük. Yəni elə vaxt onu biz yada düşünüb, yəni heç kim yada salmayıb. Bu günləri onların hamısını sən bir dənə qapısını açıb, tanıtdırırsan bu millətə. Yəni sən bu günün qəhrəmanı olursan. Sağ ol, var ol, təşəkkür edirəm sizə. Hamınıza təşəkkür edirəm. Sağ olun, var olun. Təşəkkür edirik, var olun. Gəlişinizə görə təşəkkür edirik, var olun. Həmişə xoş günlərdə görüşək. Buyurun. Var olun. Ya